Learn a new idiom in just 3 minutes. Sadəcə 3 dəqiqədə yeni bir idiom öyrənin. Bugünkü dərsimizdə öyrənəcəyimiz idiom in a nutshell olacaq. In a nutshell. İdiomu daha yaxşı başa düşmək üçün definitionlara və nümunə cümlələrə nəzər salaq. In a nutshell. Very briefly, giving only the main points. In short, in summary. Very briefly, çox qısa şəkildə. Giving only the main points. Yalnız əsas məqamları qeyd edərək. In short, bir sözlə, qısacası, uzun sözün qısası, qısa şəkildə desək. In summary, xülasə olaraq, ümumilikdə, ümumiləşdirilmiş şəkildə desək. I've read a lot of books, but this one really made me think deeply about life. Mən çoxlu kitablar oxumuşam, amma bu kitab həqiqətən də məni həyat haqqında dərindən düşünməyə vadar etdi. In a nutshell, this book changed how I see the world. Uzun sözün qısası, bu kitab mənim həyata baxışımı dəyişdi. The app was glitchy and slow. In a nutshell, unusable. Tətbiq nasaz və asta, yavaş idi. Bir sözlə istifadə olunmaz vəziyyətdə. Glitchy, nasaz, sistemində problem olan, donan deməkdir. Tətbiq və cihazlar üçün istifadə olunan sifətdir. He explained quantum physics in a nutshell. That was really impressive. O kvant fizikasını qısa şəkildə izah etdi. Bu həqiqətən də təsirli idi, valehedici idi. The whole trip was amazing. In a nutshell, unforgettable. Bütöv səyahət heyrətamiz idi. Bir sözlə unudulmaz. Jane and Ted talked for 2 hours, but in a nutshell, he just wanted to say sorry. Jane və Ted 2 saat söhbət etdilər, amma uzun sözün qısası o sadəcə üzüldüyünü demək istəyirdi. O sadəcə üzr istəmək istəyirdi. They've had some delays, but in a nutshell, the project is still on track. Onların bəzi gecikmələri, yubanmaları oldu, amma ümumilikdə layihə öz yolundadır, öz axarındadır, plana uyğun gedir. İzlədiyiniz üçün təşəkkürlər.